Günaydın aziz dostlar. Akşamınız hayır olsun. Bugün değerli doktorumuz Sabir Doktor'un 75 illik yubileyinde Sarayların Sarayı Neon Şadlık Sarayı'nda o kişinin yubileyine yığışmışıq. Yəqin ki tanıdınız, Maestro Elvin deyirlər musiqi dünyasında. Məhəbbət Kazımovun mikrofonunu bugün özündə saxlayan Hale Ələsgərli bizimlədir. Və mənim oğlum Əli Məqsədoğlu ilə tanınan Alim Bağırov bugün bizimlədir. Alim Bağırovu görən kimi yadıma düşür ki, Şirvana Şirvanlılara, Səlyana Səlyanlılara, oradan da Şilyanlılara yanıq kərəm, yanıq kərəm. Əli deyir, alim çağırır. Alimin bu uşaqlardan bir fərqi var ki, alim hələ subay. Mən alimə demişəm ki, alim toyu eləyəndə İmişlinin futbol meydançasında eləyərsən ki, 3000 adama yer olsun orada. İnşallah əlbəyaxa döyüş gedir. Gözəl gündür. Bu günləri alimin sazı susmayacaq. İndi söz sizindir. Ya Allah, mən söz başlayacaq yavaş-yavaş. Allah səyəm eləsin, Məqsəd müəllim, Elvin qardaşımız, gözəl qardaş. Gedək. Ya Allah, mən söz başlayacaq. Isıqışmaz yerə göyə.